Görəsən yenə nə sürpriz eləyərsən? Bax, sənə həyatı boyu heç kim belə bir sürpriz eləməyib. Gözlərimə də inanmayacaqsan, çünki bugünə qədər, bu yaşına qədər belə bir sürpriz olmayıb sənə. Aha. İnşallah ki, bəyənərsən. Yaxşı. Gəl. Hoppa, buyur, xeyirli olsun. Xəstəsən, bu mənim maşınım olsun. Təkərlərini qırılmışam da onu deyirəm, xəstə. Deməli, əziz və dəyərli izləyicilərimiz, Atilla xanım, dən məlumat verə bilərsiniz, maşınınızı almışsınız. Maşının işini qalmışam. Bildirmə istimamısan, ilk önəyiş nə qədər verirsən, sağ vermirsən. Yox, şəxsi suallara girmiyor, şəxsi suallara girmiyor. İlk önəyiş 500 manat. Yox, oradan nə İlkin ödənişlə bağlı biyoqrafiyada nömrə qeyd onu kameralara Bildirir deyə ilk önəyiş almıyorum. Amma sizin ilk önəyiş var. Kim deyir almayıb, vermişəm. Vermişsən, yaxşı da mən sən. Size söyleyeyim. Yaxşı, əzizim, bu ilk önəyiş nə qədərdir? 17. 17 min ilk önəyiş verdin. Neçə illik kreditdir? Krediti özü sağırsınız. Yani 4 ile 48 ol. Kreditə sağırsınız. Faizdəki bütün avtosalonlardan azdır. Evet. İnşallah kimə lazım olsa ən güvənli avtosalon olaraq bax orada yazılıb SS Avtosalon. Atilla xanım da buradadır. Videonu çəkən Faiq bəy də, mən də inşallah gəlmişəm qardaşlarımızın yanına ki, bax bu cür gözəl avtosalonu tanıdaq və hər kəs yararlansın. Soyuqdur mu?